Hazırız Zeynəb. Hazırıq. Başlayaq mı? Başlayaq. Buyurun o zaman. Hər kəsə YouTube kanalımdan salam. Bugün çox gözəl bir mövzu ilə gəlmişəm yenə də. Həftəniz, gününüz uğurlu olsun. Necə hiss edirsiniz özünüzü? Çox sağ olun. Xalqın dilindən danışan. Evet, bir ədəd mən. Bəli. Bugün səncə nədən danışırıq? Öncədən müzakirə etməmişik deyə bilmədim. Bugün sürpriz olsun. Bir valideyn niyə yaşadığı travmanı öz uşağına yaşadır? Biraz uşaqlardan danışaq. Uşaqların tərbiyəsində valideyn nə kimi problemlər yaşayır? Valideyn niyə uşaqla sözü düz gəlmir? Əslində uşaq normaldır valideynlə sözünün çəp gəlməsi. Çünki yeni doğulan fərddir. Valideynlə fikir anlaşmazlığı yaşaya bilər. Amma bu valideyn niyə uşaqla bu fikir anlaşmazlığını yaşayır bilmirəm. Çünki biz yeniyetməlik dövründən də keçmişik, uşaqlıq dövründən də keçmişik. Hətta valideynlərimizdə sevmədiyimiz xüsusiyyətlər də olub. Amma bu gün onların hər birini uşağımıza yaşadırıq. Əslində həqiqətən də çox gözəl bir mövzuya toxunursunuz. Çünki biz özümüz də bilirik ki, bütün travmaların əsas kökü uşaqlıqdan gəlir. Kiçik də olsa bir şey əksikdirsə orada, onda travma yarada bilir. Travma deyəndə bəzilərimiz çox belə vau dərəcədə hər şeyi qlobal problem kimi başa düşür. Amma əslində bu da o demək deyil. Bəli. Yəni adi kiçik diqqət görməmək belə, situasiya daxilində belə ona bir kiçik də olsa bir əksiklik hissi duyur insan. Və yaxud da ki, uşağı çox boflayıb, aşırı dərəcədə sevgi verərək də problem yaşadırıq. Yəni valideyn burada ortanı tutuzdurmağı bacarmalıdır da. Valideyn ya sevgini ümumiyyətlə göstərmir və yaxud da tamamilə aşırı dərəcədə sevgi göstərir. Onda da narsist bir uşaq böyüdürük. Özündən razı, egoist bir uşaq böyütmüş oluruq. Buna görə biraz ortanı tutuzdurmaq lazımdır. Valideynin etdiyi səhvlərdən danışaq birinci. Bir valideyn 0-3 aylığından etibarən bir uşağı 18 yaşına qədər necə, hansı psixologiyada böyütməlidir? Hansı psixologiyada uşağa necə davranmalıdır? Gəlin buradan biraz danışaq. Ümumiyyətlə 0-3 yaşından etibarən uşaqların hər birində müəyyən yaş periodları olur. Yaş sindromları olur. 3 yaş sindromu, 6 yaş sindromu, 2 yaş sindromu, yeniyetməlik dövrünün özünün yaşadığı problemlər və valideyn mən anam kimi olmayacağam, mən atam kimi olmayacağam dediyi halda bəzən olur ki, situasiya daxilində valideyni kimi, öz valideyni kimi davranır. Uşaqlar tamamilə ağ kağızdır. Biz o uşağa nəyi göstəririksə, valideyn olaraq nəyi nümayiş etdiririksə, o uşaq onu götürür. Bəzən gəlir deyir ki, Zəhra xanım, mənim evimdə söyüş söyan yoxdur, amma uşaq söyür. Və yaxud da mənim evimdə şiddət göstərən adam yoxdur, mənim uşağım hər kəsə şiddət göstərir. Bu demək deyil ki, yalnız səndə, anada, atada bunu görürsə və yaxud da görmürsə, burada da problem. Xeyr, nənədə, babada görə bilər. Uşağın oynadığı oyuncaqların buna səbəb ola bilər. Baxdığı cizgi filmlər buna səbəb ola bilər. Ümumiyyətlə 3 yaşına qədər uşaq telefondan və kompüterdən tamamilə uzaq olmalıdır, televiziyadan uzaq olmalıdır. Yəni biz televizorun qarşısına qoyuruq uşağı, nitq inkişaf dövrü 3 yaşına qədər davam eləyir və bu 3 yaşına qədər uşaq müəyyən dərəcədə bir söz bazası olmalıdır. Ən azından 500-600 minimum söz bazası olub, daha sonra getdikcə artmalıdır. Və uşaqlar cizgi filminə o qədər baxır ki, biz televizorun qarşısında uşaq o qədər otuzduruq ki, hə mən öz işimi görüm, uşaq cizgi filminə baxsın. Artıq uşaq oradan aqressiyanı götürür. Orada uşaq mutizm yaranır uşaqlarda. Uşaqlarda autizmdən fərqli olaraq mutizm özünü çox göstərir. Yəni çox rast gəldiyimiz nüanslardan biridir. Bunların da hər birində yenə də günahkar təəssüf ki, valideyndir. Mutizm nədir? Uşaq ya özünküləri seçir, ya bir fərdi seçir, valideyni, ailə üzvlərindən kimisə, ki, onunla danışır. Sadəcə onun dediklərinə cavab verir. Açıq mutizm hər kəsə qarşı. Yəni bağçada ünsiyyət qurmur uşaq, kimlənsə salam, sağ ol, sənin adın nədir deyəndə ümumiyyətlə ünsiyyət qurmur. Bunların hər biri mutizmin əlamətlərindəndir. Və mutizm necə yaranır deyə soruşsaz, mutizm uşaqla ünsiyyət qurmadığımıza görə yaranır. Uşaq çox sual verməlidir. Uşaq dünyanı kəşf etməlidir. Uşaq hərəkət etməlidir. Və biz bunların hər birinin qarşısını alırıq. Sakit otur, sakit dur,
gəzmə, getmə, qaçma, oynama, yıxılarsan. Bu kimi davranışlarla uşağı o qədər qısıtlayırıq ki, və buna görə də uşaq artıq tamamilə mumlaşmış olur. Hərəkət etmək istəmir. Yeniyetməlik dövründə də biz valideynlər olaraq şikayət edirik ki, uşaq heç kimlə ünsiyyət qurmur, heç yerə getmir, gəlmir. Niyə? Axı sən bunu uşağa uşaqlıqdan öyrətmisən, qaçma, oturma, durma, getmə, gəlmə. O qədər nəzarət etmisən ki, onun hərəkətlərinə. Ona görə də avtomatik bu uşaq elə bilir ki, ağıllı uşaq olmaq nə deməkdir? Valideynin sözünə baxmaqdır. Sakitcə bir yerdə oturub televizor izləmək. Bəli. Və asılı halda olur telefondan. Biz uşağa dərs oxutmaq üçün, ondan sonra da artıq o telefondan yayınması üçün əlləşib vuruşuruq. Niyə bu uşağa əvvəldən bunu öyrətmə, daha sonra da uşağa demək ki, tamamilə uzaqlaş. Yəni uşağa biz 2 qat travma yaşadırıq. 5 yaşına qədər, 6 yaşına qədər uşaq oyuncaqla oynayır, telefonla oynayır, iqra oynayır. Daha sonra artıq sentyabrın 15-nə yaxın deyir ki, sən artıq böyüdün, tap getdik dərsə. Və burada uşaq nə yaşadığının fərqində olmur. Nə yaşadı? Niyə valideyn buna belə davrandı? Niyə dünənə qədər uşaq idim, indi böyük oldum? Valideyn də işinə gələndə uşağa deyir ki, sən böyüksən, filan şey etmə, sən artıq böyümüsən. İşinə də gələndə deyir ki, sən balacasan, sən sus, sən sakit dur. Təzadlarla o qədər böyüdürük ki uşağı. Ondan sonra uşaq artıq güvənməkdə problem yaşayır. Bu gün bizlər həmin o valideynlərin əsəriyik deyə güvənməkdə problem yaşayırıq. Təzadda problem yaşayırıq. Yəni bir insanın məni sevir, sevdiyini deyir, amma bunu hərəkətində göstərmir. Sevirəm, ölürəm deyir, amma həftələrlə danışmırıq. Biz buna öyrəşmişik. Ruhumuz buna öyrəşdiyi üçün həmin tip insanları da həyatımıza çəkirik. Niyə bu gün sevgi hekayəsində uğursuzluqlar daha çox yaşayırıq? Yəni Azərbaycanın ən qlobal problemi sevgi münasibətini davam etdirə bilməməkdir. Və yaxud xəyanətə uğramaqdır. Münasibət var amma yoxdur, yaşamaqdır. Niyə? Çünki biz əvvəlindən təzadla böyümüşük. Əvvəlindən biz bilməmişik ki, bu valideyn məni sevirmi, yoxsa sevmirmi? Övdümü, sövdümü bəlli deyil. Bu misal buradan yaranır. Və uşaqlara 3 yaşına qədər televizor, kompüter tamamilə uzaq olmalıdır. Uşaq dünyanı kəşf etməlidir, ətrafı kəşf etməlidir. Mən bəzən görürəm, uşaq yolda gedir, mamasından soruşur ki, bu nədir? Maması ona 2 dənə sualı cavab verəndə artıq 3-cüdən sonra deyir, yoruldum, bəsdir. Bəs bu uşaq Əslində dünyanı necə elə kəşf edər? söz bazasının o gelişməsi üçün, inkişaf etməsi üçün suallar verir. Sual vermə dönəmində deyirik də biz buna. Yəni orada artıq valideyn bunu cavablamırsa, Yəni o sonra da sualı şikayətlənirlər ki, uşağım ancaq özü ilə qalır, otağına girir, çıxmır. hə, ancaq öz dünyası var. Mən onun asosialdır, sosial olaraq yetişdirə bilmirəm. Sən necə sosial elədin ki, uşağın sosialda olsun? Uşağın 2 dənə cümləsinə düzgün cavab verəndə üçüncüsünə dadə ilə danışırsan. Bəsdir də. Budur da. Pəncərədir də. Dadələrlə o qədər danışırıq ki, uşağın bu dilinə də yansıyır. Uşaq da 2 dəfə, 3 dəfə uşaqdan sual verəndə bizim qarşımıza gəlir əyləşir. Deyirəm ki, məsələn, bu hansı heyvandır, bu hansı fiqurdur. Üçüncüdə uşaq da başlayır anası kimi danışmağa. Bilirəm də, budur da, filan şeydir də. Uşağın oyuncaqlarla oynamasından biz bilirik ki, o evin içərisində nələr baş verir. Və çox təəssüf ki, Azərbaycan ailələrində 2 fərdin birləşməsində bir uşaq yaranır, amma uşaq bir fərdlə böyüyür evin içində. Ancaq ana ilə böyüyür. Ata yoxdur. Ata ancaq gedir yeməyini gətirir uşağın, doyuducusunu doldurur, əynini başını geyindirir, həmçinin atalıq vəzifəsi yerinə yetirdi, xeyr. Bu gün qız uşaqlarının ataya ehtiyacı var. Bunu hər zaman demişəm. Nəinki qız uşaqlarının, oğlanların da. Oğlan öz atasını nümunə olaraq görməlidir. Kişi necə olur, necə davranır, qadınla necə davranmaq lazımdır, bacı ilə necə davranmaq lazımdır. Dəyərləri, ailə dəyərlərini uşaq atadan öyrənir. Amma bu gün uşaq nəyi görür? Səhər tezdən uşaq yatanda ata gedir, bir də uşaq yatanda ata gəlir. Və buna görə də ancaq ana ilə ünsiyyət qurur uşaq. Və buna görə də daha çox anadan asılı hala gəlir və bu gün də bizim əziyyət çəkdiyimiz o yoldaşlarımızdan ki, əziyyət çəkirik, deyirik ki, anası ilə münasibəti yaxşıdır, məni saymır, daha çox anasının dediyinə oturur durur. Çox təəssüf ki, mama uşağı deyilir buna. Mama uşaqlar belə böyüyür, ata görmədən. Və qayıdaq təzədən bir də ən başa. Nitq inkişaf dövründən sonra təkcə nitqdə problem yaşamırıq da, sonra davranışda problem yaşayırıq. Uşaq hiperaktivliklə
davranış pozuntusunu biz səhv salırıq. Uşaq biraz əylənən kimi, qaçıb oynayan kimi, enerjisini, efor sərf eləyəndə deyirik ki, uşaq çox hiperaktivdir və ya davranış pozuntusuna əziyyət çəkir və valideyn özü uşağına o diaqnozu qoyur. Uşağım davranış pozuntusuna əziyyət çəkir. Ümumiyyətlə, bilirsinizmi davranış pozuntusu nədir? Davranış pozuntusu psixoloji olaraq bir problemdir. Sənin uşağın qaçır, oynayır, futbol oynayır, topla oynayır, həyata qoymursan uşağı evin içərisində hiperaktivlik göstərir. Bu uşağın içindən gələn bir tələbatdır. Bunu niyə susdurursan? Biz elə bilirik ki, uşaq bir küncdə oturursa, sakitdirsə, o uşaq normal uşaqdır. Ən böyük psixoloji problemi olan uşaqlar elə məhz həmin uşaqlardır. Çünki uşaq öz yaşının xüsusiyyətlərini yaşamır və valideyn bunu qısıtlayır. Valideyn ona sərf eləyəndə deyir ki, uşaqdır, get azad. Parka aparır uşağı, deyir ki, get oyna. Rəfiqəsi ilə söhbət eləmək üçün. Üslubu çirkləndirmə amma. Hə, bax yıxılma ha, əynivi dəyişmişəm. Sənin uşağının bu ruhunun qidalanması paltardan belə üstün olmalıdır. Paltar da atacaqsan yumağa. O vaxt kimi deyir ki, hə, əlindən oturub yuyursan, ona görə əziyyət çəkirsən. Xeyr. Bir düymədə düyməni basmaqda da çətinlik çəkirsiniz. Hər şey o qədər asana qaçırıq ki. Və bu gün bizim şikayət etdiyimiz cəmiyyətdəki o insanlar bizimdir. Biz onları yetişdirmişik o tərzdə. Və mən o tərzdə uşaq yetişdirməmək üçün nə etməliyəm bir valideyn olaraq? Hər şeyi uşaqdan gözləyirik. Uşaq ideal olmalıdır. Amma sən valideyn olaraq idealsanmı? Niyə uşaqdan ideallıq gözləyirsən? Sən valideyn olaraq nümunəvi bir valideyn olsan, uşaq zaten nəyi görürsə onu götürür. Uşağa sən deyirsən ki, kitab oxumalısan, amma valideyni görür ki, valideyn bütün gün Instagramda, TikTokda mənasız videolar baxır. Və uşaq burdan nə dərəcədə kitab oxuma vərdişini öyrənəcək? Dərs oxumaq vərdişini Elə öyrənəcək. burada da bir təzad yaranır da. Başdan ayağa təzadla böyüdürük uşağı, sonra deyirik ki, uşaq bir yol çəksin özünə. Uşaq paltar alanda belə çətinlik çəkir. Hansını alım? Universiteti belə 11-ci sinifdə oxuyur, universiteti belə bilmir ki, hansı universitetə getmək istəyir və yaxud da hansı ixtisası istəyir. Bunda belə təzad yaşayır. Əylənməkmi istəyirəm, yoxsa evdə qalmaq istəyirəm? Bilmir. Niyə bunların hamısı təzaddır və bu bizim xarakterimizdən irəli gəlir. Elə bilirlər ki, bir pasiyent gəlir deyir ki, Sərif xanım, mən əkizlər bürcüyəmmiş kimi hiss edirəm özümü. Bilmirəm nəyi edim. Əylənmək istəyirəm, evdən çölə çıxmaq istəmirəm. Amma hansısa bir konsertdə də iştirak etmək istəyirəm. Özümü halsız hiss edirəm. Əynimi geyinirəm, bəzənirəm, düzəndirəm. Özümü yaxşı hiss edirəm. Deyirəm ki, həmişə qapıdan çölə çıxacağam. O an vaz keçirəm. Və yaxud rəfiqələrimi əvvəldən yığıram ki, filan yerdə görüşək. Birdən və deyirəm ki, niyə elədim ki? Niyə hamını yığdım bir araya? Peşmanlıq çəkirəm ki, istəmirəm artıq görüşmək. Bu nədir? Sən uşaqlıqdan bununla öyrəşmisən, bununla görüb götürmüsən və bu sənin canıva sinib. Bu sənin xarakterin deyil. Bunu sənin xarakterin halına gətirən bir valideyn var qarşında. Buna öyrənilmiş çarəsizlik deyə bilərik. Bəli, öyrənilmiş çarəsizlik, amma bunun da fərqində deyilik. Bəzən elə bilirik ki, iç öz səsimizdir. Mən bunu paylaşımda etmişəm öz səhifəmdə. Bəzən olur ki, özümüzü o qədər tənqid edirik ki, içdən-içə. Nəyisə edirik, deyirəm, niyə elədin, nə zəhər? Özümü içdən-içə danlayıram. Əslində o danlanan səs mən deyiləm. Mənim iç səsim deyil, mənim valideynimin iç səsidir. Mən bunu addım atsam valideynim necə reaksiya verərdi düşüncəsindən davam edərək başlayıram artıq onu öz iç səsimi çevirməyə və başqasının məni tənqid etməsinə ehtiyac yoxdur. Mən öz içimdə elədiyimi zaten öz burnumdan gətirib zəhər eləyirəm. Zəhra xanım, belə bir sual gəldi ağlıma. Məsəl üçün danışdığınız uşaqlarla valideynlər münasibətindən. Ümid edirəm ki, izləyicilərimiz də müəyyən qədər nələrsə götürdü. Sizcə erkən nikahda buradan yarana bilər? Yəni uşağın ailədən qaçıb canını qurtarmaq kimi düşüncəsi ilə. Görür ki, evdə problem yaşayır, daha çox sıxılır, onu görən yoxdur, sevdiyini düşünmür, valideynin onu sevdiyini düşünmür. Çarəni tapır ki, başqası məni bəlkə sevər, qəbul edər. Ən azından bu sıxıntını yaşamaram, gedib başqa yerdə o şəkildə qısıtlanmaram. Amma çox təəssüf ki, əgər bir insanın ruhu necə doğulubsa, necə böyüyübsə, necə yetişdirilibsə, çox təəssüf ki, elə eyni tip insanlar da həyatına çəkir. Hələ indiyə qədər mən evimdən qaçdım, amma xoşbəxt oldum deyən heç bir qadın görməmişəm. Bugün biz o erkən nikahda valideynləri də günahlandırırıq, həmin uşağı da günahlandırırıq ki, niyə getdi? Bəzən çox adına çox pis sözlər deyilir ki, hə, ər üçünmü getdin və s. bu kimi tip sözlər deyilir. Hər kəsi qınamaq asandır, yargılamaq asandır. O evin içində o qız uşağı nə yaşayır bilmirik.
hansı psixologiyada böyüyüb bilmirik. Ona görə bu gün onların qarşısını almaq üçün valideyn olmağı, yəni xəyanəti qarşısını alım deyə, yoldaşımı evə bağlayım deyə uşaq dünyaya gətirmək və yaxud da ailəyə bir həyəcan gəlsin deyə uşaq dünyaya gətirmək, hər hansısa bir problem yaşayır, o problemin həll olması üçün uşaq dünyaya gətirmək. Uşaq sizin üçün nədir? Problem həll edən. Niyə o uşağı ondan yükləyirsiz? Niyə onun çiyninə özü istəmədən bir yük qoyursunuz? Və bu gün seansa gələn əksəriyyət ondan əziyyət çəkir. Valideyndən əziyyət çəkir. Yəni bunun qarşısını almaq üçün cəmiyyətə düzgün şəkildə, düzgün psixologiyada olan bir valideyn düzgün psixologiyada uşaq gətirə bilər yalnız. Və bunun üçün nə etməlidir? Valideynlər nə etməlidir uşaq böyüdəndə? Birinci növbədə öz psixologiyanız hazır olmalıdır. Mən o uşaq yatmayanda onu söyüb döyəcəmmi? O qədər görürəm ki, uşaq ola bilər də yatmaq istəmir, əziyyət çəkir. Yəni özü efor sərf eləməlidir, o enerjisini sərf etməlidir. Və bu gün o uşağı valideyn deyir ki, mən özümü rahat hiss edim. Mənim özümə ayırmağa zamanım yoxdur, vaxtım yoxdur. Evin içində çox problem yaşayıram. Qaynatamla çox problemlər yaşayıram. Və onların hər birinin hirsini uşağa tökürəm. Uşağı başlayır çırpmağa, şiddət göstərir. Və bu uşaq yatmır deyə döyülür, ekstra bir ağlayır və uşağa deyirik ki, ağlama. Özümüz şiddət göstəririk ki, ağlasın, amma deyirik ki, ağlama. Burada da təzadla uşağa reaksiya bildiririk. Yatmaq saatı, mənim səbrim çatacaqmı uşağın yeməsinə, içməsinə, yatmasına, onun problemlərini həll etməyə? Mən valideyn olaraq onun yanında olacağamı? Onun hər bir reaksiyasını düzgün şəkildə sevgi ilə qucaqlaya biləcəmmi? Amma bugün çox təəssüf ki, şiddət göstərən valideynlərimiz çoxdur. Anasının, atasının, qaynatasının, qaynanasının hirsini uşaqda çıxıb, yoldaşının hirsini uşaqdan çıxıb, daha sonra atasına oxşamış, bibisine oxşamış, nənəsinə oxşamış deyə oxşadırıq uşağı. Və o uşağın şüuraltısında artıq bir problem, yəni bir şey yaranır ki, mən bibimə oxşamamalıyam, mən nənəmə oxşamamalıyam. Başlayır özü öz içində nənəsi ilə, bibisi ilə, kimi oxşadırıqsa onu, onunla müqayisə etməyə başlayır. Və daha sonra görür ki, nə qədər müqayisə etsə də, nə qədər onun kimi davranış sərgiləmək istəməsə də, təəssüf ki, hansısa bir nüansda nənəsi kimi reaksiya verdiyinin fərqinə varır və öz-özündən qıcıqlanmalar yaradır. Çünki valideyn o kökü ora salıb şüuraltıya. Və başlayır onun kimi müqayisələr etməyə. Ona oxşamayacam, filan kəsə oxşamayacam. Ay, niyə mən ona oxşadım, niyə onun kimi reaksiya bildirdim? Bir insan fərd olaraq necə bir ruhda olmalıdır, onun fərqində deyil. Əslində mənim xarakterim necə bir xarakterdir? Mən kiməm? Mənim necə bir xasiyyətim var? Mən hadisələrə necə reaksiya verən biriyəm? O qədər başqası ilə müqayisə olunur ki, uşaq özünü unudur. Və bu gün 35-40 yaşında özünü tanımayan insanlar çoxdur. Mən kiməm deyən, mənim əsl xarakterim nədir? Mən əslində necə şeylərdən zövq alıram? Necə hərəkətlər məni sevindirər? Hansı sürprizlər məni sevindirər və s. Bunların heç birini bilmirəm. Çünki daima öz içində başqaları ilə özümü müqayisə etmişəm. Bu mövzunun ardında çəkəcəm. İkincisini də çəkəcəyik. Və burada valideyn necə bir davranış sərgiləməlidir, bundan da danışmalıyıq. İndi necə sərgiləməməlidir, onu danışdıq. Əslində valideynlərin düşünmədən etdiyi hərəkətlər hansı problemlərə yol açır, onları bildilər. Və bilin ki, əziz valideynlər, siz övladınızı ağzınızdan hər hansısa bir kəlmə çıxa bilər, düşünmədən bir söz deyə bilərsiniz, amma o uşağın şüuraltısını o qədər böyüyər ki, o qədər problemlərə yol açar ki, o qədər şəxsi həyatı ilə bağlı olan problemlərə yol açar ki, və o problemləri yaşayanda hər dəfəsində sizi günahkar bilər. Və biz bugün seanslarda sizlərlə üzləşmək edirik həmin şəxslərə, valideynlə üzləşmək edirik. Uşaqdan düzgün şəkildə bir davranış gözləməkdənsə, ideal davranış gözləməkdənsə, valideyn olaraq özünüzü ideallaşdırın. Ən azından ideala yaxın edin. Hər kəsin səhvi olur. Özünüzü buna görə qınamayın. Və Özünü Dəyiş proqramının əvvəlki bölümlərinə baxaraq öz içinizdəki uşağı terapiya edin, öz içinizdəki uşaqla barışın, onunla aranızdakı münasibəti düzəldin ki, daha sonra öz övladınızla da münasibəti düzəldə biləsiniz. Bugünlük bu qədər deyək. Hələlik o zaman. Hələlik.